Bakı-Tbilisi-Bakı qatarlarında yerlərin sayı təqribən 120% artırılıb. Amma bu ilə belə hələ də kassaların önündə bilet üçün gecələyən insanlar var. Deyirlər ki, Bakıdan Tbilisiyə getmək üçün bilet var, amma geri qayıtmaq üçün yoxdur. Bizim Nurlan da oradaydı, çəkib göstərəcək. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir. Bakı-Tbilisi qatarına tələbat yüksəkdir. Elə bu tələbatı nəzərə alaraq Azərbaycan Dəmir Yolları qatara indiyədək 7 vaqon əlavə edib. Yəni, hər gün Bakıdan Tbilisə 386 nəfər sərnişin daşınır. Bu isə təxminən 4 sərnişin təyyarəsi tutumu deməkdir. Amma bütün bunlara baxmayaraq Azərbaycanla müqayisədə Gürcüstandan Azərbaycana gəlmək istəyənlər bilet tapmaqda çətinlik çəkirlər. Qeyd edim ki, biletlərin 90% onlayn şəkildə satılır. Qalan 10% isə bu kassalarda satılır. Təkcə bir dəqiqə ərzində onlayn şəkildə 70% biletlər satılıb. Samolyota aldım getməyə. Gəlməyə baha da ala bilmirəm. Tiflisdən Bakıya gələm. Tiflisdən Bakıya gəlməyə tap verəm mən. Mən uşağımın 40-ına gedirəm, mən toya getmirəm ki. Biletlər çox tez satılır. 10-15 dəqiqə ərzində Tiflisdən Bakıya bütün biletlər satılır. Elə bir getməyə bilet var, qayıtmağa yoxdur. Dəfələrlə gəlirik, ala bilmirik. Biz də gedib necə qayıtmayaq? Bəs orada qalanlar var. Cəmaət qohum-əqraba gedib, amma qayıda bilmirlər. Bu gün Bakıdan Tbilisiyə qatarla səyahət etmək üçün bilet tapmaq o qədər də çətin deyil. Lakin Gürcüstandan Azərbaycana gəlmək istəyən sərnişinlərin bilet tapmaqda çətinliyi var. Bəs Gürcüstandan Azərbaycana qatarla səyahətə tələbat niyə bu qədər yüksəkdir? Bunun əsas səbəblərindən biri budur ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydalarına əsasən xarici ölkə vətəndaşlarının Azərbaycanın quru yolu vasitəsilə tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana giriş mövcud qaydaya uyğun olaraq təyyarə və ya qatarla həyata keçirilir. Bu vəziyyət Gürcüstandan Azərbaycana qayıtmaq və ya səfər etmək istəyən şəxslərin böyük hissəsinin dəmir yolu nəqliyyatına yönəlməsinə səbəb olur. Yaxın günlərdə Bakı-Tbilisi-Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri aparılır. Azərbaycan Dəmir Yolları tərəfindən növbəti əlavə vaqonların qoşulması üçün iş aparılır. Kütləvi məzuniyyətin və istirahət vaxtlarının müşahidə olunduğu yay dövründə tələbat daha da yüksək olur. Hətta bəzi günlərdə, ayrı-ayrı dövrlərdə bu tələbat Azərbaycandan Gürcüstanla müqayisədə 10 dəfəyə qədər artır. Odur ki, Azərbaycan Dəmir Yolları sərnişin tələbatını təhlil etməyə, mövcud resursları səmərəli şəkildə səfərbər etməyə və Bakı-Tbilisi-Bakı marşrutunun imkanlarını mərhələli şəkildə artırmağa davam edəcək.